Salam, hər vaxtınız xeyir olsun. Bugün sizə Papa John's tətbiqi vasitələri necə sifariş vermək olar və necə ödənişsiz pizza əldə etmək olar barəsində video çəkəcəm. İlk növbədə Papa John's tətbiqini yükləyirik, ondan sonra daxil oluruq. Papa John's tətbiqinə daxil olduqda sifariş et. Daxil olandan sonra bizim qarşımıza iki option çıxır. Biri take away, yəni restorandan əldə etmək, digəri isə çatdırılmadır. Çatdırılmaya daxil olandan sonra kiçik bir miqdarda, yəni kartı yoxlamaq üçün kartdan pul çıxır, amma ondan sonra pul geri qayıdır karta. Hətta burada mənə hədiyyə də var. Hədiyyədən istifadə, bəzi hallarda hədiyyə verir tətbiq sizə. Yuxarıda gördüyünüz 820 isə mənim belə deyək jetonlarımın sayıdır. Bu jetonlar ilə qəryan altar və pizzalar zakaz verə bilərik. Məndə olan jetonlarla pendir çubuqları və toyuq əldə edə bilərik. Bu arada sırf bu jetonlarla istənilən pizzanı zakaz vermək olmur. Yalnız buradakı optionslardan zakaz edə bilərik. Həmçinin Papa John's tətbiqini istifadə etdiyimiz zaman bəzi hallarda, misal üçün, mənə də 4 saat hətta vaxtı qalıb. Belə hədiyyələr verir. Ümumi olaraq daha rahatdır, yəni telefonla zakaz verməkdən, həm kampaniyalar barəsində məlumatda olursan, həm də jetonlar əldə edərək pulsuz pizzalar əldə edə bilərsiniz. Sağ olun.